alimlər deyirlər ki, məscid cəmaatı əslində Allaha en yaxın olan cəmaatdır. O məscid cəmaatının içərisində Allaha daha yaxın olanlar qabaq cərgədə əyləşənlərdir. O qabaq cərgə ki, məsciddə Allah Teala özü, onun mələkləri, səma əhli, yer əhli salavat deyir. Məsciddə qabaq cərgədə əyləşənlər. Allahın salavat deməsi, yəni onu tərifləyir səma əhlinin yanında. Adını çəkir. Mələklərin salavat deməsi onu bağışlayıb, onu əfv eləməsi. Allahdan istəyir. Hamısı əziz qardaşlar, yəni məscidlərdə var. Səhvlərə, cərgələrə fikir vermək, ayaqları, topuqları və çiyinləri birləşdirmək. Peyğəmbər s.ə.v deyir ki, ayrı-ayrı dayanmayın, yoxsa qəlbləriniz ayrılar bir-birindən. Yəni, qəlblər ayrılar, soyuyarsınız bir-birindən. Bu onu göstərir ki, məscidlərdə topuqların, çiyinlərin birləşik dayanması bizim elə qardaşlığımızı, mehribançılığımızı, dində sabit qalmamızı ən böyük səbəblərdən bizə əslində adi görsənir. Deyil, topuğu, çiyini birləşdirmək hara, dində sabit qalmaq hara, qardaşlıq hara, mehriban. Bəli, qardaş, oradan başlayır. Oradan başlayır əslində. Belə-belə insan sabit qalır. Məscidlərdə, cəmaat namazlarında olmaq.